Baxın, indi bu İsrail məsələsi düşüb ortaya da. Mən istəyirəm bu məsələdən Pənah bəy də toxundu. Tural bəy də mən də münasibətimi bildirim. Bax, biz deyirik ki, biz İsraillə dostluq, biz qardaşıq. Əvvəla, burada demişik, Azərbaycanın avtoxton yerli xalqlarından biri Yahudilərdir. Yahudilərin bu ərazidə 2500 ildir var. Yəni Azərbaycan torpaqlarında. Və biz də bunları öz vətəndaşımız kimi, öz qardaşımız kimi qəbul edən xalqıq. Hər zaman onlara tolerant yanaşmışıq. Heç vaxt bizdə antisemitizm anlayışı tariximizdə ümumiyyətlə mövcud olmayıb. Heç onun belə, nə bilim, küləyə də dəyməyib bizə. Amma çox maraqlıdır, Pənah bəy, bu sualı sizə vermək istəyirəm. Bax, niyə bizim buradakı hakimiyyətlərdə, məsələn, Osmanlıda da təmsil olunublar, amma bizim hakimiyyətlərdə Yahudi, yəni yüksək vəzifəli, tutalım, sədr-əzəm, deyək də, tutalım, Osmanlıda falan da neçə şəxs var Yahudilərin. Niyə Azərbaycan ərazisindəki dövlətlərdə olmayıb? Çox maraqlıdır. Azərbaycanda Yahudilərin sayı özlərinin etibarıyla o bir yerlərdən xeyli az olub. Azərbaycanda əhalinin etnik tərkibi fərqlidir. Həm də biz imperiya deyildik. O çox millətli imperiyalarda, bizim imperiyalarımızda böyük torpaq, böyük dövlətlərimiz də sayı etibarilə əsasən türklərdən ibarət idi. Və farslar vardı, ərəblər vardı. O toplumların içində Yahudilərin o dərəcədə böyük sayı yox idi. Amma buna baxmayaraq, sədrəzəm falan olmasa da, Azərbaycanda ticarət, zərgərlik, Azərbaycanda bir sıra siyasi məsələlərdə Yahudilərin hər zaman çox böyük təsiri var. O həlledici dövlət siyasətini müəyyənləşdirilmək dərəcəsində deyil. Sanki bu Sovet rejimindən sonra baş verən hadisədir. Yəni daha öncəyə gedəndə bir məsələ var mı? Daha öncəyə gedəndə də, orta əsrlərdə də Yahudilərin Azərbaycan ticarətində, iqtisadiyyatında kifayət qədər həmişə böyük rol olub. Azərbaycan deyəndə ki, Azərbaycanın təmsil etdiyi dövlətlərdən sonra. Olar mı Pənah bəy də bu sual cavab? Pənah bəy var mı tarixdə? İki tarixçinin söhbətini bu fikrimi axıra çatdırmaq istəyirəm. Biz bunu cəmiyyətə bir mesaj göndərməliyik. Bu milli fikir verilişidir də. Bizim dostluğumuz, bizim qardaşlığımız deyəndə biz Yahudilərlə İsraili ayıraq. Yəni İsrail dövləti tabi olmaqdan söhbət getmir. Yox, İsrail dövlətinin əleyhinə olan dünyada qüvvələrin böyük əksəriyyəti Yahudilərdir. Yahudilər bir xeyli hissəsi deyir, ümumiyyətlə bizə lazım deyil. Bəli. Bu barədə biz danışmışıq. Bizim Yahudilərlə qardaşlığımız var, İsraillə yox. Bu bir. İkincisi, biz müsəlman xalqların içində anti-İsrail heç bir tədbirə qoşulmayan, hər zaman İsraillə yaxşı münasibətdə olan və başqa müsəlman türk dövlətlərini də buna təşviq edən bir dövlətik. Bizim İsrailə, elə SSR dağılandan sonra yaxşılıqlarımız, köməklərimiz daha çox olub. Hə, biz İsraildən silah almışıq, İsrail müəyyən mərkəzlərdə Yahudilər bizi dəstək edib, lobbisi falan. Yahudilik İsrail demək deyil, Siyonizm heç demək deyil. Bizi Sovet və Rus imperiyası əynimizi, qiyafəmizi dəyişib, bizdən bir homo sovietikus düzəldirdi. Amma dünya bunu keçməyib. Dünya dininə də bağlıdır. Bütün xristiyan dünyası da Yahudilərdir. Biz bir yolluq qəbul etməliyik ki, biz İslam dünyasının bir tərkib hissəsiyik. Dünya bizi belə qəbul eləyir. Özümüzü türk sayırıq. Dünya bizi belə qəbul eləyir. Özümüzü türk sayırıq. Ola belə qəbul edir. Bizi elə yazırlar. Özümüzü türk sayırıq. Türklər də hamısı müsəlmandır. 99% müsəlmandır. Və boş müsəlman deyil. İslam dininin dayağı və qoruyucusudur. İstər Türkistanda, Çin və Hind ekspansiyasına qarşı, istər Anadolu'da bütün Avropa və qalan yerlərə qarşı. Bunun dayağı, biz də bu dünyadayıq. Bu dünyanın da, baxın, bütün dünya öz dinini yaşayır. Pənah bəy çox gözəl birinci cümlə nə ilə başladı? Dedi, Suriya həm də sakral. Sakral yer, geosiyasi əhəmiyyət yeri demək deyil. Türkiyənin geosiyasi əhəmiyyəti yüksəkdir başqa. Dünyanın da, insanın maddi bədəni və ruhu olduğu kimi, dünyanın da bir ruhaniyyət ocaqları var da. Suriyadır, yaxın şərqdir, bax o Fələstin ərazisidir. Bunun biridir. Azərbaycandan başqa mövqedə ola bilməz. Çünki biz müsəlman əhaliyik. Biz türkük. Türkiyənin maraqları, İslam dünyasının maraqları yaxın şərqdə Türkiyə dövlətinin güclü olması, birinci yerdə olması, həlledici olmasıdır. Pakistan bugün Azərbaycana dayaq Türkiyəyə görə deyir, biləsiniz.
Çünki Türkiyə İslam dünyasının avangardıdır. Və bu xilafət dövlətidir. Bu müsəlmanların beynində belədir. Türkiyə yaxın şərqdə güclü olmalıdır. Onun qarşısında İsrail duracaqsa, Sudan duracaqsa, Kenya duracaqsa, Azərbaycanın da qarşısında durmuş olur. Mənə silah satıb deyə və yaxud mənlə dostluq edib, haradasa dəstəkləyib deyə mənim milli, etnik, dini və bütövlükdə hər baxımdan maraqlarımın qarşısında elə baş əyməli deyiləm ki. Təbii. Bizim yenə təkrarlayıram, Türkiyənin o cümlədən İsrailə dəstəyi də, köməyi də qat-qat daha çox olubdur. Bunu biz nəzərə alaq. Bu bir tərəfli deyil elə. Burada bir cümlə deyim, Pənah bəy söz kəsməmişdim. Burada, baxın, məsələ nədən gedir? Biz mi özümüzü İsrailə uyğunlaşdırmalıyıq? İsrail mi özünü bu dünyaya uyğunlaşdırmalıdır? Bəli, bu görən tərəfidir. İsrail bütün Türk İslam dünyasına şey verir, ayar verir ki, sən belə olsan, biz bütün Türk dünyası deyir ki, İsrail dövləti olsun. Amma bu formatda olsun. İsrail deyir, yox, siz məni bu formatda qəbul edin. Baxın, Qafqazda, Azərbaycan ərazisində, istər Rusiya, istər İsrail, istər Amerika, istər Fransa, istər İtaliya, istər hansı dövlət olsun, bu ölkədə mövcudluğu ancaq bir şeyə hesablanıb. Bu ölkənin Türkiyə ilə birliyinin yaranmamasına. Bəli. Hamısının hədəfi birdir. Bunlar özlüyündə fərqli mövqelərdə dura bilərlər, müxtəlif ölkələrdə. Azərbaycan, baxın, Ermənistan arasında Fransalı bu dərəcədə təmsilçiliyinə Rusiya etiraz eləmiş. Amma özünün də hərbi bazası var, Ermənistan onun torpağıdır. Bütün yanacaqsı, hər şeyi onun. İran da etiraz eləmiş. Amerika gəlib 2000 nəfərin oturub orada, heç kim etiraz eləmiş. Əməkdaşlığım zavadı İranla. Niyə? Ermənistanla Amerika. Bir İran səsini çıxartmadı. Biz İsraildən pulumuzu verib dronu alırıq. Deyir ki, bu İsrail'a getdi. Niyə etiraz eləmiş? Çünki o Zəngəzur, o pazı ki var, belə deyək də, belə ifadə edir. Bunlar üçün. Bax, o hamı üçün eynidir. Hədəf birdir. Azərbaycanla Türk Türk, bəli, ancaq əsas məsələdir. Onlar düşünürlər ki, öz aramızda razılaşaraq biz. Yəni, əsas bu böyük problemi biz qoymayaq ki, bu rəqibimiz başına... Bu barədə yəni burada dəfələrlə biz danışmışıq, ətrafı söhbət eləmişik. İsrail də düşünməlidir ki, Azərbaycanın buradan maraqları düşüyü vəziyyət nədir? Azərbaycana nə lazımdır? Əgər mənə doğrudan da dostluq eləmək istəyirsə. Daha deməməlidir ki, mən baxıram bəzi Yahudi kanallarına, hesab edirlər ki, Azərbaycan burada bayraq götürməlidir ki, mən burada İsrailin və Yahudiliyin dayağıyam, qələt edir Türkiyədə, İslam dünyasında. Onlar bizdən bunu... 3 dənə drone satıblar bizə. Halbuki sən gerçəkliyi bilməlisən. Qardaş, o yaxın şərqin müqəddəs ocaqları Həzrət Rəsulullahın, Həzrət Peyğəmbərin, onun xəlifələrinin, onun ümmətinin qurduğu, düzəltdiyi, yaşatdığı minillər, 100 illər ərzində bir coğrafiyadır. Təhlükəsinə cavabdeh olan Sultan Əbdülhəmidin qızıl kimi bir sözü var. Deyir ki, özü yazır. Deyir, Osmanlı Fələstindən çıxsa, qiyamətə qədər qan durmaz. Durmur. Və çıxandan bəri qan gedir. 18-dən bəri qan axır burada. 18-dən bəri onu deyirlər ki, Osmanlı gedəndən sonra bunları biz yaşadıq. Suriya, İraq, Liviya, Livan, hamısı o gündədə baxın, Osmanlı çəkildiyi yerin hamısı o vəziyyətdə. Suriya, hamısı İraq, hamısı o haldadır. Hamısı dağılmış. Niyə? Çünki Osmanlı region dövləti. Osmanlı çıxandan sonra 40 dövlət. Quzğunlar gəldilər, töküldülər. Hərə bir yandan imkan vermədilər ki, bu cəmaat özünə dövlət qursun. Osmanlı dora qayıdanda, yəni Türkiyədə, bugün onun varisi, öz siyasi iradəsini qoyanda o qan dayanacaqdır. Bunu hamı başa düşməlidir. Biz də Azərbaycanlı olaraq, bizim dövlət olaraq marağımız, birbaşa onu tələb edir. Ay duraq, biz kimlə sabah seçim qarşısında qalacaq, İsrail ya Türkiyə çətin olacaq. Çətin də olmayacaq. Azərbaycanın bir seçimi var, başqa seçimi var. İsrail bilməlidir. Pənah bəy doğru, şuarı gözəl deyil hər zaman. Burada bəli. Bağışlayın, Pənah bəy sual verir. Amma bu məsələ mütləq demək istəyirdim. Gözəl.